bağlayıcılar. Baxın, bağlayıcılar əslində belə deyilik, qaydası çox azdır. Əsas biz orada tərcüməyə baxacaq. Ona görə mən deyəcəm, siz də yazacaqsınız bir tərcümələrini. Deməli, neither nor'dan başlayırıq. Biz bunu əslində keçmişik. Harda? Mübtəda xəbər başlamasında. Neither nor bunlar həmciz bağlayıcılardır. Sonra var no or eyni mənanı verir. Neither nor no or. İkisinin də mənası eynidir. İkisi də nə deməkdir? Nə. Bunların istifadə olunduğu cümlədə ikinci inkar işlənə bilməz. Çünki biz bilirik bir sadə cümlənin bir də inkarı ola bilər. Deməli, İkisi də eyni cümlə, ikisi də eyni tərcümə olunur. Bircə dənə fərqləri var. Fərqi odur ki, əgər neither nor'dan və ya no or'dan sonra əgər sayıla bilən tekstil gəlirsə, neither nor'dan mütləq şəkildə artikl olmalıdır. Çünki biz bilirik ki, əgər isim sayıla bilən tekstildirsə, mütləq biz onun qarşısına artikl verilməliyik, düzdürmü? Amma no or'da biz no'nu əvəziyyə də keçmişdik. Nə demişdik no haqqında? Demişdik ki, no'dan sonra artikl gəlməz. No həm də bağlayıcı olanda da o qaydaya uyğun gedir. Özündən sonra artikl gəlməz. Bax, misal üçün deyirəm ki, I have. Neither tutalım deyirəm. Bura diqqətlə bulasın, söhbət edəlim. Çox söhbət edir, nədir? Nə edir? İndi bulasın. Baxın, deyirəm ki, I have no a pen, nor a pencil deyəcək, düzdür. Xəbəri necə götürəcək burada? Tək götürəcəkcəm. Xəbəri hara baxıb götürəcək, hara işləyəcək. Baxın, nordan, ordan, batolsodan, bunlardan sonraki sözə baxın xəbər seçiliriz. Bax, yalnızda qalsın. Amma mən desəm ki, I have no pen or pencil. Tərcüməsi eynidir. Hər ikisinin mənası nə deməkdir? Mənim nə qələmim, nə də karandaşım var. Amma bir dənə fərq nə oldu? Artıq olmadı. Bax, neither'da yenə təkrar edəm. Sayıla bilən tek isim gəlsə, mütləq şəkildə artikl verirsiniz. No orada artikl olmuş. Yadda qalar. Bu belə. Bu oldu, Nedirdən sonra artikl gəlir? Sayıla bilən tek isim gəlirsə, bəli, artikl olmalıdır. Yaş dərsə qularsın, dərsən. Sonra gəldik nəyə? Either or bağlayıcısına. O nə deməkdir? O isə ya da mənasını verir. Nə deməkdir? Ya da deməkdir. Ya da. Tərcümə ilə tapılır. Misal üçün, deyirəm ki, bax, necə deyirsiniz? Deyirəm ki, ya sən. Yuxarıdakı nənədir. Deyirəm, ya sən, ya da valideynlərin mütləq bura gəlməlidir. Necə deyəcək? Either you or your parents must və yaxud da ki, have to come here. Bura gəlməlidir. Ya da deyirəm ki, bax, deyirəm bu qələm. Ya Günayındır, ya da Gülayındır. Necə deyirik? This pen is either Gülays or Günays. Bunu əslində tərcümə tapılır. Yəni, qaydası yoxdur. Bir dənə qayda olur ki, əgər cümlədə mübtədanın yerinə işlənirsə, xəbər oradan sonraki sözə görə götürülür. Bax, və ya mən dedim ki, ya şagirdlər, ya da müəllim tədbirdə iştirak etməlidir. Ya şagirdlər, ya da müəllim. Bax, burada tutan deyirəm ki, either the students or the teacher have to deyərim, yoxsa has to. Çünki teacher sözünə baxaraq. Bildiniz? Və yaxud da əksinə desəm. Either the teacher or the students have to deyəcəm. Aydındır? Bu belə. Bu oldu ya da. Either or demək olar ki, inkar cümləsində işlənmiş. İşlənir. Mənası oluncadır. Bəli, inkar cümləsində istifadə olunmuş. Sonra gəldi not only o heç. Bir də onu deyil sizə. Baxın, either üç söz istifadə olunur. Bir əvəzlik kimi, bir partikl kimi, bir də bağlayıcı kimi. Bağlayıcı da orada işlənir. Əvəzlikdə ikisindən biri deyilir. Deyir özündən sonra birbaşa gələndə sayıla bilən tek isim gəlir. Və yaxud da of-la gəlir. Deyirəm, either of the students və yaxud da the girls. Necə deyirdik xəbəri? Xəbər necə deyirdik? Təkdə deyirdik. Və yaxud da neither do, so do, I neither do, I qaydasında necə olur da? Deyirəm ki, misal üçün də I cannot speak French. Sən də deyirsən ki, I can't either. Mən də həmçinin. Cümlənin sonunda gəlirdik və inkar görürsünüz, üç yerdə istifadə olunur. Bax, dil bağlayıcı olur. Bir əvəzliyi olur, bir də partikl olur. Partikl, yəni o nedir, nədir bu, inkar cümlənin sonunda gələn idi. Əvəzi kimi ikisindən biri mənasını verən idi. Burada isə ya da deməkdir. Qarşıdırmaqda, yəni bir-birinə qarşıdırmaqsınız. Sonra gəldi, not only
but also. Bəs bu nə deməkdir? Nəinki, həmçinin. Cümlədə həm tamamlıq əvəzində, belə deyək də, tamamlıq ifadə olunan sözlərlə işləmə bilər, həm də mübtəda ilə. Əgər mübtəda ilə olsa, biz yenə də xəbər halar baxıb seçirik. Bax, olsundan sonraki sözlər. Deyirəm ki, nəinki mənim dostlarım, həm də mən də. Deyək ki, dünən tədbirdəydik. Not only my friends, but also I was deyəcəyik. Baxın, burada I was. Niyə? Çünki but alsodan sonra I işlətdir. Bildiniz, yenə də xəbər ikinci tərəfdə. I was in the contest yesterday. Baxın, deməli, mənası nə oldu? Nəinki həmçinin. Deyirsən ki, Bakı nəinki qədim, həm də necə bir şəhərdir, deyək ki, gözəl bir şəhər. Baku is not only historical, but also beautiful. Beautiful city, also. Bildiniz, bu belə. Tərcümə ilə tapacaqsınız, yenə təkrar edirəm. Sonra gəldi both and. Bəs bu nə deməkdir? Həm də deməkdir. Əvəzi olan both, ikisindən, hər ikisi mənasını verən. Biz deyirdik ki, ondan sonra necə isim gəlirlər? Ancaq cəm isim gəlirdir, düzdür? Amma bazen də belədir ki, tək də ola bilər, cəm də olur, amma xəbər sonsuzda cəm də olmalı. Misal üçün deyirəm ki, həm qardaşım, həm də bacım, nə bilim ki, tələbədirlər. Necə deyəcəm? Both my brother and sister are students deyəcəm. Gördünüz, buradakı təksir. Əslində əvəzi olan dostdan sonra cəm isim gəlməlidir mütləq şəkildə. Amma bağlayıcı olan postda isə, both and isə tək isimlə gələrlər. Amma xəbər həmişə cəm olur. Həmişə. Yadda qalar? Yaxşı. Bu belə. Sonra gəldik nəyə? Sonra gəldik bu bağlayıcılara. So that. Sonra bir də var. Such that. Mənası elə. Bundan sonra cümlə gəlir. Amma bu that-lərdən sonra cümlə gəlir. Amma sonra that-in arasına ya sifət ya zərf girir. Ya sifət ya da zərf. Saçlan that-in arasına isə sifət üstəcən isim girir. Və isim sayıla bilən isimdirsə, mütləq saçdan sonra artikel olmalı. Fərq başını qaldır dərsə bulasın. Bax, deyirəm. Bax, sonra that-in arasına ya adjective ya adverb olur. Adjective or adverb. Olmalıdır. İkisindən biri. Saçlan that-in arasına isə adjective plus nə? Noun olur. Noun. Hər ikisində that-dən sonra cümlə gəlməlidir. Mütləq şəkildə that-dən sonra cümlə işlətməlisiniz. Bax, deyirəm ki, bu oğlan elə ağıllıdır ki, müəllimləri hamısı onu çox istəyir. Necə gəlir? Bu oğlan elə ağıllıdır ki, baxın, this boy. İndi burada deyin görün. İkisi də elə deməkdir. Hər ikisi mənası elə deməkdir. Hər ikisi mənası elə deməkdir. Hansını deyərik? Mən deyirəm ki, bax bir dənə olsa, deyirəm ki, bu oğlan elə ağıllıdır ki. Ağıllını tək işlətdir. Demək, sol deyəcək. Deyirəm ki, this boy is so clever. Ki nədir? Bir də dəfin mənası kidir. Ki. Elə ağıllıdır ki, that hamı onu çox istəyir. Everybody, nə? Love. Everybody loves. Yaxşı, indi bulasın. Demək, son əndətin arasında nə işlətdik? Nə işlətdik? Sifət. Baxın, bura diqqət edirin. Bura diqqət edirin. Bax, son əndətin arasında sifət gəldi. Bildiniz? Nə oldu? Sifət oldu. İndi mən bu cümlə başqa cür deyirəm. Deyirəm ki, o elə ağıllı olandır ki, hamı onu çox istəyir. Necə deyəcəyik bunu? This boy is sad. This boy is sad. This boy is clever, such a clever boy. That everybody loves him. Beynim qarşıdı. Baxın. He is such a clever boy that. Gördünüz? Everyone left everybody loves him. Çox istəyirmədi. Baxın, burada isə burada. Nə gəldi burada? Baxın, saç və zəhn arasında nə gəldi? Bax, saç və zəhn arasında nə gəldi? Sifət üstəcən isim. Və isim də sayıla biləndə necə olurdu? İsim sayıla biləndə necə olurdu? Article. Şiir nə daşsın? Dərsə qulaq asın. Baxın,
Hər ikisinin mənası elə-belə deməkdir. Saçla elə ki, tərcümə olunur. Fərqləri nə oldu? So that-in arasına sifət və ya da eləmə fərq. So that-in arasına sifət və ya da zərf girər. Amma saçla that-in arasına isə sifətlə yenirsə sonunda. Söylüyor dayanıqdan. Saçla that-in arasına isə sifət düşəcək isim girər. Və isim də sayıla bilən isimdirsə Kənan. Sayıla bilən isimdirsə mütləq saçdan sonra artıqlı olmalıdır. Amma elə bilməyin, saçda mütləq artıqlı olmalıdır. Saçdan sonra artıqlı olması əslində ismə bağlıdır. Mən ona cəm isim yazsam, artıqlı yazmayacam. Çox uşaq elə bilir ki, saçdan sonra mütləq şəkildə artıqlı gəlməlidir. Xeyr, artiklın işlənməsi ismə bağlıdır. Əgər sayıla bilən ismin varsa, artıqlı bilirsən. Yoxdursa, artıqlı bilir. Bildiniz bunu? Bildiniz? Bir də var. Bir də var so that bağlayıcısı. Bura bulasın. Bəs bu nədir? Birləşik olan so that. Bax, bir də bura diqqət edəcəm. Yox, bu siz nədir? Belə deyəm. Bax, deyirəm ki, siz universitetə qəbul ola biləsiniz deyə necə olmalısınız? Bax, bu deyə mənası. Deyirəm ki, you should demir, must deyil. You must study well, you must study. Should desə, sizə should nədir yəni? You must study well so that you can enter the university. Belə deyək də, yəni deyə kimi tərcümə olunur. Bax, deyirsən ki, səhər tez dura bilin deyə, axşam tez yatmalıyım. Necə deyirəm? I should, ya da I must sleep early so that I can wake up early in the morning. Bildiniz? Mənası belə ki, burası tərcümə. So that-in mənası nədir? Deyə deməkdir, deyə. Nədir? Deyə. Biri var so, ayrıca dər, o elə ki mənasını verir. Biri var bir yerdə işlənən so that, deyə mənasını verir. Yadda qalar, bunu tərcümə tapacağız. Bu belə. Sonra, gəldi indi sinonim sözlərə. Və bu sizə həm də nədə lazım olacaq? Həm də bu sizə nədir? Bu cümlə söz dəyişirsə, sinonimlər dəyişirsə və onda da lazım olacaq. Diqqətdən bulasın. Because ondan. Çünki mənasını verərlər. Because, as və since. Üçünün də mənası eynidir. Üçü də çünki ona görə ki deməkdir. Bəli, seçilən bəri mənası var, həm də çünki mənası var. Üçünün də mənası çünki ona görə ki deməkdir. Özlərindən sonra mütləq şəkildə cümlə gəlməlidir. Mütləq şəkildə. Heç vaxt söz və ya da söz birləşməsi gələ bilməz. Mütləq cümlə gəlməlidir. Nələrdən sonra? Because, as, since. Cümlə başında gələndə görə kimi tərcümə olunurlar, cümlənin ortasında gələndə necə tərcümə olunurlar? Çünki. Misal üçün deyirəm ki, as deyək ki, nə deyək, bir dənə cümlə deyək. As I left home, late. Deyək ki, I was late, və ya da I missed deyək də, I misseddən deyək. I missed, deyək ki, I missed the bus. Baxın, necə tərcümə edir bu cümləni? Deyirəm ki, mən evdən geç çıxdığıma görə avtobusu qaçırtdım. Bax, burada görürsünüz görə kimi tərcümə edir. Amma mən bu cümləni belə yazsam, baxın, bu cümləni çevirsəm, desəm ki, tutalım, I missed the bus, avtobusu qaçırtdım. Çünki as I left home late. Çünki yox, mən avtobusa çata bilmədim, çünki evdən geç çıxmışdım. Baxın, bu cür tərcümə. Elə bir ki, cümlənin başında gətirdinizsə, o da because elədir ya. Because-da dedim. Sən bunu because-la da məzələsinə tərcümə edəcək. Deyirəm, because I left home late. Niyə görə bunu deyirəm? Çox uşaq tərcümələrdə bunu səhv tərcümə edir. Cümlənin alındıra bilir. Bir olda bilir. Eyni məna verir. Because, as-in yerinə because yazsam eyni məna. Deyirəm ki, because I left home late, I missed the bus. Ya da since I left home late, I missed the bus. Eyni cür deyəcək. Eyni cür tərcümə olur. Yəni cümlənin başında gəldilərsə görə kimi tərcümə edirsiniz, ortada gəldisə necə tərcümə edirik? Çünki. 5 dəqiqədir. Sonra, indi bulasın. Başka bir şey söyleyeyim. Dikkatiniz burada olsun. Sonra geldim neye? Because of, due to, as a result of. Dikkatine bırakın. Because of, due to, bir de as a result of. Necə tərcümə olunur cümləyə? Çünki. Hə? Görə.
As a result, yazdım yeniden bura. Bəli, bu sinonim deyil, ona görə edir. Bərabər niyə qoymuşam? Bərabər ona görə qoymuşam. Sinonimlərdə yoxdur. Hə. Bərabər qoymuşam, yəni bir-birlərinə bərabərdir bunlar. Baxın, bunlardan mənası görə deməkdir. Özlərindən sonra cümlə gəlməz, söz və yaxud da ifadə gələr. Heç vaxt cümlə gəlməz. Cümlə yazsam, görün hansını yerləşdirəcəksiniz. Because as siz, yoxsa because of, due to, yoxsa as a result of. Baxın, tutalım ki, sizə belə bir cümlə düşün. Yazın ki, rain. We couldn't, nə deyək, play football. Hə, bura nə qoyarsınız? Because as sizlərdən qoyarsınız, yoxsa because of, due to, yoxsa as a result of. Because as is. Hə? Because of. Because of, due to, bir də nə deyəcək? As a result of. Bir də as a result of deyəcək. As a result of deyəcək. Düzdür? Deməli, biz burada nə deyəcək? Because of, due to, as a result of. Niyə? Çünki burada cümlə yoxdur. Görürsünüz, rain, yağışa görə deyir. Because of rain. Amma mən burada nə qoyacaq burada? Because of qoyacaq. Hətta as a result və yaxud da ki, due to qoyacaq. Niyə? Çünki cümlə yoxdur da. Söz var burada, ifadə var. Söz. Amma mən burada desəydim ki, baxın, desəydim ki, it was raining. Burada nə qoyacaqdım? Burada nə qoyacaqdım? Because as qoyacaqdım. Bildiniz? Yaxşı. Gəlirəm, baxmayaraq ki, mənasını verən sözlərə. Oldu nə deməkdir? Oldu, baxmayaraq. Oldu, sinonimi nədir bəs? Even though, hə, o da olar, elə də o deməkdir, doğru. Sadəcə, o daha da mənanı qüvvətləndirir. Hə, though, oldu, mənası baxmayaraq ki, yox. Mənası baxmayaraq ki, deməkdir, özlərindən sonra müddət cümlə gəlməlidir. Amma onun cümləsiz, yəni söz və istifadə olunansa, despite bir in spite of'dur. In spite of. Bu da baxmayaraq ki, dərmən deməkdir. Amma fərqi odur ki, bu ikisindən sonra müddət şəkildə cümlə gəlməlidir. Bu ikisindən sonra isə söz və yaxud da söz birləşməsi gəlməlidir. Bax, misal üçün deyirəm ki, bir dənə də cümlə deyirəm. Deyirəm ki, nə deyək? Yazaq ki, cold. Yox, mən yemirəm bura. Cold, vergül. We went out. Hə. Burada nə qoyarsınız? Despite ya da in spite of. Niyə? Çünki cümlə yoxdur da. Deyərsiniz bu cümlə, bunun nailiyyəti yoxdur da. Burada nə də mütləq şəkildə burada oldu və oldu 2 dəfə cümlə olur. 2 dəfə cümlə olur. Bir özündən sonra gələn bir də digər cümlə. Və despite və in spite of desə necə olur? Söz və yaxud da söz birləşməsindən sonra ayrıca bir dənə cümlə olur. Deyirsən ki, biz getdik, çölə çıxdıq. Niyə? Rəğmən, soyuq rəğmən. Despite və yaxud da in spite of cold deyəcəksiniz. Despite-dən sonra olmur amma. Cold söz cümlə sayılır. Söz kimi sayılır da özü belə. Soyuğa baxmayaraq. Bir də var deyirəm, mən əgər bura tutalım ki, belə yazsaydım, it was cold desəydim. Baxın, nöqtə qoyulur. Burada desəydim ki, it was cold, orada nə deyəcəkdim? Oldu və yaxud da deyəcəkdim. Niyə? Çünki müftədə xəbər gəlir. Bildiniz? Bu belə. Sonra ona qeyd edirsiniz. Özüm lazım olda deyəcəkdim. Yaxşı. Başqa nə deyəcəkdim? Kimi qalmışsan fəlsəmən? Bir də nə deyəcəkdim? Hə, better if. Baxın, bu nə deməkdir? Better və yaxud da if. Bunun mənası mü mənasını verir. Or bağlayıcısından istifadə oluna bilirlər. Or özü, tək istifadə olunanda yoxsa deməkdir. Yoxsa. Deyirəm ki, bax, seçim olanı söylüyor. Hə, deyirəm ki, qırmızı yoxsa, nə bilim, yaşıl xoş deyirsən. Do you like red or, nə bilim, green? Və yaxud da deyirəm ki, deməli, dərslərini yaxşı oxu, yoxsa universitetə qəbul edəcəksən, ola bilməyəcəksən. Necə deyirəm? Hə, study well or, ya da otherwise-la da deyə bilərəm. Or, ya da otherwise, you cannot enter. Qırmızı yoxsa, nə bilim, yaşıl xoş deyirsən. Do you like red or, nə bilim, green? Və yaxud da deyirəm ki, deməli, dərslərini yaxşı oxu, yoxsa universitetə qəbul edəcəksən, ola bilməyəcəksən. Necə deyirəm? Hə, study well or, ya da otherwise-la da deyə bilərəm. Or, ya da otherwise,
You cannot enter the university. Bax, belə mənə yoxsa mənasını verir. Bir də var ki, bununla ifadə olunanda. Baxın, if-i biz əgər mənasında keçmişik də, düzdür, əgər. Bir də if mumi əbatı kimi istifadə olunur və daha çox hansı feillərdən sonra gəlir. Baxın, ask, daha çox deyir, amma demirəm həmişə. Want to know, bilmək istəmək deməkdir. Wonder, bu da yenə bilmək istəmək deməkdir. Və yaxud da sadəcə həm də elədirmək. Və bunlardan sonra, bu arada bu feillərdən sonra zərf gəlməz, birinci onu deyim sizə, elə yazmışkən. Ask-dır, want to know-dur, wonder-dır, bunlardan sonra dərk bağlayıcısı gəlməz. Bunu da qeyd edin. Və bu feillərdən sonra bu gələndə mimo kimi tərcümə. Necə deyirəm? Deyirəm ki, misal üçün, mən bilmək istəyirəm ki, sən sabah gələcəksən. Necə deyir bu cümlə? Mən bilmək istəyirəm, sən sabah gələcəksən. I want to know, və yaxud da I wonder, if, və yaxud da whether, if, və yaxud da whether, you will come tomorrow. Bu cür tərcümə edirsiniz. Və yaxud da deyirəm ki, o soruşdu ki, biz kinoya gedəcəkmi, yoxsa yox? Necə deyirsiniz burada? O soruşdu, biz kinoya gedəcəkmi, yoxsa yox? O soruşdu. She asks if və yaxud da whether we will go to cinema or not. Elə bir ki, ikisi də ordan istifadə olunur. Mumi, yoxsa kimi tərcümə olunur. Bildiniz, feillərdən sonra gələndə. Belə, başqa da. Nə qaldı? Bağlar, bir dənə qaldı. Ona görə də nə deməkdir? Ona görə də. So, that's why, sonra nə? Therefore. Cümlə gəlir özlərindən sonra mənası ona görədir ya. Because of görə deməkdir, because of due to. Bu isə ona görə də deməkdir. Ona görə də. Bildiniz? Sonra, amma ancaq mənası verənlər, but, various, bunlar sinonim bağlacılardır. Bir də however. Bunların mənası isə amma ancaq deməkdir. Bildiniz? Ancaq yenə də təkrar, tərcümə. Bildiniz bunu? Burada, istəyirsiniz bir iki dənə test məsələlərlə baxa. Bağlayın. Yox, gözlə. Amma mani olur. Mani olursa. Dərsə qulaqsın. Siz onu yadına deyəcəm. Bir dənə qulaqsın. Hamının diqqəti burada olsun. Baxın, üçüncü cümləyə baxın. Üçə baxaqmı? Üçə baxaq. Mən 2 il Fransada yaşayıram. Cümlə var ki, hansı da cümlə gəlsə, burada mənəyə baxın. Baxın, deyir ki, baxmayaraq ki, mən 2 ildir Fransada qalıram, mən heç, yəni fransız dildə danışa bilməm. Demək olar ki, danışa bilməm. Bax belə. Görürsünüz, hamısı bunlar tərcümə. Bircə dənə burada, baxın, bir dənə burada. Bura diqqət edin. Baxın, edirlə nor ola bilər. Edirlə nə olmalıydı? Or olur, bəli, or olur. Bunu belə çıxdaş eləməklə tapmaq olur. Bütün testlər belə deyilər. Amma bir də imtihana düşmüşdülər. Baxın, edirlə nə olurdu? Or olurdu. Boz end olur, edirlə də nor olur. Burada tərcüməyə baxacaqsınız. Yox, tərfiyə də baxacaqsınız. Cümlənin xəbəri görürsünüz cəmdə. Cümlənin xəbəri cəmdəsə boz end olacaq. Çünki biz nedir nor və ya da idir or götürsək, onda oradan sonra iki sözdən uzlaşırıq. Futbol burada təkdədir, onu izolardır. Bir bunlara diqqət yetiririk. Belə, bir də ki, nə bilim, neşirəm. Bir də buna da baxaq, ondan sonra... Bir də buna da baxaq. Baxın, sakit ol, burada başlaşalım. Baxın, burada denoise, görürsünüz nə gəlib burada? Söz gəlir. Nə gəlib burada? Söz. Dərsə qulaqsız mənə. Biz burada beyni çıxırıq. Niyə? Çünki because-dan sonra mütləq şəkildə ondan sonra mütləq şəkildə cümlə gəlməlidir. Elə despite ilə inspire ikisi eyni. Yox, əvvəldə gəlməyinə söyləyir. Ümumiyyətlə əvvəldə gəlmir. Yox, ortada gəlirlər əvvəldə. Təkcə cümlənin əvvəldə gəlir. Cümlə gəldi. Yox, despite-dan sonra cümlə gəlmir. Söz və ya söz birləşməsi gəlir. Sadəcə birinci mənəyə baxırıq bu cümlədə. İkinci ilə despite Başqa nədən qarşıdır? Despite uyğun deyərlər, ya yox. Deyirəm gəlmir. Niyə? Tərcüməsinə görədən. Deyir, I couldn't get to sleep. Mən də yata bilmədim. Nəyə görə yata bilmədim? Səsküyə görə. Səsküyə rəğmən. Burada desəydi ki, not deməsəydi, desəydi I could get to sleep, baxmayaraq, səsküyə baxmayaraq yata bildim. Onu düz olardı. Mənasına görə, amma qayda cəhətdən uyğundur. Qayda kimi uyğundur. İkisindən də sonra söz və ya da söz birləşməsi gəlir.
Belə. Müəllimə 15-dən bölürüz. 15-də, bax, nöqtədə xəbər gəlir. Despite this positive bir because of Oceania. Bunlar hamısı getdi. Bu da tərcümədirlər. Deyirsən, I managed to get to sleep, yata bildim. Səsküyə baxmayalım. Çox səsküyə baxmayalım, yata bildim.